Bloomberg xəbər şəbəkəsi bildirib ki, İranın Hörmüz boğazını yenidən bağlaması və Ərəb körfəzindən enerji axınının kəsilməsi ilə bağlı narahatlıqların artması fonunda Avropada təbii qaz qiymətləri yüksəlib. Məlumata əsasən bazar ertəsi Asiya sessiyasının ilk əməliyyatlarında təbii qazın futures qiymətləri 11% artaraq hər megawatt saat üçün 43 avroya çatıb. Bloomberg yazır ki, bu qiymət artımı Tehran tərəfindən cümə günü su yolunun açıq olduğu barədə verilən açıqlamadan sonra baş verən enişi kompensasiya edib. Qiymətlərin yenidən artması Hörmüz boğazında davam edən gərginliyin dünyanın ən mühüm enerji transit marşrutlarından birində tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirdiyi və qlobal bazarlara təzyiqi artırdığı bir vaxtda baş verir. Reuters agentliyi bildirib ki, Hörmüz boğazında gərginliyin artması kapitalı təhlükəsiz aktivlərə yönəldib və ABŞ dollarının möhkəmlənməsinə səbəb olub. Məlumata əsasən bazar ertəsi Asiya sessiyasının əvvəlində dollar indeksi 0,3% artaraq son bir həftənin ən yüksək həddinə yüksəlib. Həftə sonu baş verən hadisələr, o cümlədən ABŞ tərəfindən bir İran gəmisinin ələ keçirilməsi və Tehranın yeni danışıqlar raundunda iştirak etməyəcəyini açıqlaması bazarların atmosferini dəyişib və qeyri-müəyyənliyi artırıb. Analitiklər bildirir ki, geosiyasi risklərin artması dollara tələbatı yüksəldib və onun təhlükəsiz liman kimi mövqeyini gücləndirib. Valyuta bazarında avro və funt sterling hər biri dollar qarşısında təxminən 0,3% dəyər itirib. Dollar həmçinin Yapon yeni və Çin yuanı qarşısında möhkəmlənib. Halbuki Avstraliya və Yeni Zelandiya dolları kimi xammal valyutaları dəyər itirib. Kriptovalyuta bazarı da bu riskli mühitdən təsirlənib və Bitcoin ilə Ethereum-un da qiyməti təxminən 0,7% azalıb. Mütəxəssislər vurğulayırlar ki, Hörmüz boğazında gərginliyin davam etməsi qlobal maliyyə bazarlarının istiqamətinə təsir göstərməkdə davam edəcək və dolların təhlükəsiz aktiv kimi mövqeyini daha da gücləndirə bilər. Avropada benzin şoku sonrası elektrikli avtomobillərə tələbat artır. Bir kommersiya şirkəti və tədqiqat şirkəti tərəfindən toplanmış məlumatlar göstərir ki, Avropanın əsas avtomobil bazarlarında elektrikli avtomobillərə tələbat təxminən 1/3 artıb. E-Mobility Europe Ticarət Assosiasiyası və New Automotive tədqiqat şirkəti bildiriblər ki, İran müharibəsindən sonra hansı ki, son illərin ən yüksək benzin qiyməti artımına səbəb olub, sürücülər daxili yanma mühərrikli avtomobillərə alternativ axtarmağa başlayıblar. Məlumata əsasən, yeni elektrikli avtomobillərin qeydiyyatı ötən ilə müqayisədə 29,4% artaraq ilin ilk rübündə təxminən 560 min ədədə çatıb. Trump İranın neft ixracının 90%-nin mənbəyi olan Xark adasını ələ keçirmək üçün Amerika qoşunlarını göndərməkdən imtina edib. Bu barədə The Wall Street Journal məlumat yayıb. Trump missiyanın uğurlu olacağına və bu ərazinin ələ keçirilməsinin Birləşmiş Ştatların boğaza çıxışını təmin edəcəyinə əmin idi. O, Amerika tərəfinin itkilərinin qəbul edilməz dərəcədə yüksək olacağından ehtiyat edir. Trump seçki kampaniyasını xarici müharibələrə son qoymaq şüarları üzərində qurub. Ancaq prezident kimi o, 7 əvvəlki prezidenti narahat edən milli təhlükəsizlik problemlərini həll etmək üçün Amerikanın hava və dəniz gücündən istifadə edə biləcəyinə stavka etdi. Bu arada İrandakı müharibə bitmə əlaməti göstərmir və ən əsas ticarət yolu bağlı qalır. Prezidentin impulsiv liderlik tərzi heç vaxt uzun sürən hərbi münaqişədə sınaqdan keçirilməyib. Özünə inamını artıran Venezueladakı uğurlu əməliyyatdan fərqli olaraq Trump İranda hələlik onun tələblərinə boyun əymək istəməyən daha fərqli düşmənlə üz-üzədir deyə məlumatda deyilib. İranın qalib gəlmək üçün heç bir yolu yoxdur və nəticədə Vaşinqtonla razılığa gəlməyə çalışacaq. Bunu Birləşmiş Ştatların BMT-dəki səfiri Mike Waltz deyib. O, ötən gün NBC-yə verdiyi müsahibədə əlavə edib ki, razılaşma əldə olunmazsa, İran infrastrukturunu hədəf almaq hələ də bir seçim olaraq aktuallığını qoruyacaq. Danışıqlar əvvəllər elan edilmiş atəşkəs müddətindən bir neçə gün əvvəl başlayacaq. Bu, Donald Trumpın İran ABŞ ilə müharibəyə qəti şəkildə son qoymaq üçün razılığa gəlməzsə, İrandakı hər bir elektrik stansiyasını və hər bir körpünü məhv edəcəyik təhdidindən sonraya təsadüf edir. Bununla eyni vaxtda İranın rəsmi mediası Tehranın hazırda Vaşinqtonla yeni danışıqlarda iştirak etmək planının olmadığını bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ arasında İranla qarşıdurma bitməyib və yeni hadisələr hər an mümkündür. O, İsrailin İranla qarşıdurma ilə sonda məqsədlərinə çatmaq niyyətində olduğunu bildirib. Netanyahu bu açıqlamanı İsraildə səfərdə olan Argentina prezidenti Javier Milei ilə birgə çıxışı zamanı verib. İranla qarşıdurmadan danışan Netanyahu bunu ciddi çətinlik və nəticələr dövrü adlandırıb. Biz çox şeyə nail olmuşuq, amma bu son deyil və hər an yeni hadisələr baş verə bilər, deyə baş nazir əlavə edib. İsrailin məlumatına görə, onun həyata keçirdiyi zərbələr İranın balistik raket istehsalı sənayesinə ciddi ziyan vurub və Tehran hazırda yeni raket istehsal etmək imkanında deyil. Bu barədə The Times of Israel nəşri məlumat yayıb. Yüksək rütbəli İsrail hərbi rəsmilərinə isnadən bildirilir ki, bu qiymətləndirmə İsrail üçün təhlükə hesab edilən silahların hazırlanmasında istifadə olunan əsas obyektlərə endirilən zərbələrdən sonra aparılıb. Bununla belə rəsmilər cümə günü keçirilən brifinqdə qeyd ediblər ki, İranın ən azı müəyyən istehsal imkanlarını bərpa etmək üçün sürətlə hərəkət edəcəyi gözlənilir. Hesabata görə bərpa prosesinin sürəti bir neçə amildən asılı olacaq. Bunlara ABŞ ilə mümkün razılaşmada İranın raket proqramına qoyula biləcək məhdudiyyətlər, Çin kimi müttəfiqlərdən material və avadanlıqlara çıxış, eləcə də Tehranın bu sənayenin yenidən qurulmasına nə qədər vəsait ayıracağı daxildir. Buraxılışımız davam edir. Qonşu ölkələrlə münasibətlərin qurulması Ermənistanın balanslaşdırılmış xarici siyasətində mühüm rol oynayır. Bunu Baş nazir Nikol Paşinyan bugün Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki qabağı proqramının təqdimatı zamanı bəyan edib. Regionallaşma, balanslaşdırılmış xarici siyasətin formalaşmasında əsas rol oynayır. Bunun başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində təkcə yaşamaq deyil, həm də rahat inkişaf qabiliyyətini təmin etməkdir. Bu mənada Gürcüstan, İran İslam Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yolu izləyəcək deyə o deyib. Paşinyanın fikrincə, regional əməkdaşlıq kontekstində nəqliyyat infrastrukturunun tam blokadadan çıxarılması, o cümlədən TRIP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istismara verilməsi zəruridir. Bu da regionda sülhü və əməkdaşlığı daha da möhkəmləndirəcək. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aktiv fəaliyyətini bərpa etməyi planlaşdırmır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bugün Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki qabağı proqramını təqdim edərkən bildirib. Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-də üzvlüyü dondurulub və onun fəaliyyətinin bərpası ilə bağlı heç bir addım atılmayacaq. Bu, bizim seçki qabağı proqramımızda da təsbit olunub, deyə Nikol Paşinyan deyib. Ermənistanın digər çox tərəfli əməkdaşlıq formatlarında iştirakına toxunan Paşinyan, bunun ölkənin balanslaşdırılmış və tarazlı xarici siyasətinin effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurub.